Salam. Red Kalinka 9-cu dərsə baxaq. Dni недели и время. Həftənin günləri və zaman. Novые слова, yeni sözlər. Понедельник, bazar ertəsi, вторник, çərşənbə axşamı, sreda, çərşənbə, четверг, cümə axşamı, пятница, cümə, суббота, şənbə günü, воскресенье, bazar günü, nedeля, həftə, день недели, həftənin günü, dni недели, həftənin günləri, сегодня, bugün, какой сегодня день недели, bugün həftənin hansı günüdür? Какой день недели был вчера, dünən həftənin hansı günü idi? Не за что, dəyməz. 14-cü söz, обычно, adətən, время, vaxt, zaman, сколько времени, saat neçədir? Который час, saat neçədir? Завтракать, səhər yeməyi yemək, обедать, nahar etmək, ужинать, şam yeməyi yemək. Spать, yatmaq, правда, doğru. Во сколько, saat neçədə? Когда, nə vaxtı? Пора завтракать, səhər yeməyinin vaxtıdır. Давай ужинать, gəlin, şam yeməyi yeyək. Dialoqlara keçdik. Какой сегодня день недели? Birinci dialoq oxuyuram. Bugün həftənin hansı günüdür? Сегодня вторник, bugün ikinci gündür. Какой день недели был вчера? Dünən həftənin hansı günü idi? Вчера был понедельник, dünən birinci gün idi. Dialoq 2. İkinci dialoq. Извините, который час? Başlayın, saat neçədir? Сейчас 6 часов вечера. İndi axşam saat 6-dır. Спасибо, sağ olun. Не за что, dəyməz. Dialoq 3. Üçüncü dialoq. Дима, пора обедать. Дима, nahar etmək vaxtıdır. А сколько сейчас времени? İndi saat neçədir? Сейчас 2 часа. İndi saat 2-dir. Ой, правда, уже 2 часа. Ой, doğrudan, artıq saat 2-dir. Давай обедать. Gəl, nahar edək. Dialoq 4. Dördüncü dialoq. Привет, где ты был в среду? Salam, deməli, çərşənbə günü sən haradaydın? Ты не работал? Sən işləmirdin? Нет, в среду и в четверг я не работал. Xeyr, çərşənbə günü və cümə axşamı mən işləmirdim. Но в пятницу я уже был на работе. Amma cümə günü mən artıq işdə idim. А ты была в пятницу на работе? Bəs sən cümə günü işdə idin? Нет, в пятницу я была дома. Xeyr, cümə günü mən evdə idim. Я смотрел фильм и отдыхала. Я смотрела фильм и отдыхала. Mən film izlədim və istirahət etdim. Keçdik dialoq 5. Привет, Silvia. Salam, Silvia. Когда ты изучаешь русский язык? Sən nə vaxt öyrənirsən rus dilini? Я изучаю русский язык во вторник и в пятницу. Mən rus dilini çərşənbə axşamı və cümə günü öyrənirəm. А когда ты отдыхаешь? Bəs sən nə vaxt istirahət edirsən? Я отдыхаю в субботу и в воскресенье. Mən şənbə günü və bazar günü istirahət edirəm. В воскресенье мы ужинали в ресторане. Bazar günü biz restoranda şam yeməyi yedik. А ты был в воскресенье? А где ты был в воскресенье? Bəs sən harda idin bazar günü? В воскресенье я был дома. Bazar günü mən evdə idim. Я читал, смотрел телевизор и отдыхал. Mən oxudum, televizoru izlədim və istirahət etdim. Dialoq 6. 6-cı dialoq. Lena, во сколько ты обедаешь? Lena, sən saat neçədə nahar yeməyi yeyirsən? Я обедаю в час дня. Mən günorta saat 1-də nahar edirəm. A ты, bəs sən? Я обедаю в 2 часа. Mən günorta saat 2-də nahar edirəm. А во сколько ты ужинаешь? Bəs sən saat neçədə şam yeməyi yeyirsən? Я ужинаю в 7 часов вечера. Mən axşam saat 7-də şam yeməyi yeyirəm. В 11 часов я уже сплю. Saat 11-də mən artıq yatıram. А я ужинаю в 8 часов. Mən isə saat 8-də şam yeməyi yeyirəm. В 11 часов я смотрю телевизор или читаю книги. Saat 11-də mən televizora baxıram, yaxud kitab oxuyuram. Диалог 7. 7-ci dialoq. Джон, что ты делал вчера в 9 часов утра? Джон, dünən səhər saat 9-da sən nə edirdin? В 9 часов утра я завтракал.
Saat 9-da mən səhər yeməyi yeyirdim. А в 10 часов я уже был в университете. Saat 10-da isə mən artıq universitetdə idim. А что ты делал в 2 часа дня? Bəs sən nə edirdin günorta saat 2-də? В 2 часа дня я обедал дома. Günorta saat 2-də mən evdə nahar edirdim. А что ты хочешь делать сегодня? Bəs bugün sən nə etmək istəyirsən? Сегодня я хочу отдыхать. Bugün mən istirahət etmək istəyirəm. Давай смотреть телевизор. Gəl televizora baxaq. Давай, gəl. Keçdik мой любимый день недели. Mənim sevimli günüm. Здравствуйте, salam. Меня зовут Сергей. Məni Sergey çağırırlar. Мой любимый день недели суббота. Mənim sevimli günüm şənbə günüdür. Какой хороший день. Nə yaxşı gündür. В субботу я не работаю. Şənbə günü mən işləmirəm. Сейчас 9 часов утра. İndi səhər saat 9-dur. Как вы думаете, что я делаю? Siz necə düşünürsünüz? Mən nə edirəm? Конечно, сплю. Əlbəttə ki, yatıram. Я очень люблю спать. Mən yatmağı çox sevirəm. Но в понедельник, во вторник, в среду, в четверг, в пятницу я не могу спать много, потому что я работаю. Amma bazar ertəsi, çərşənbə axşamı, çərşənbə günü, cümə axşamı, cümə günü mən çox yata bilmirəm. Çünki mən işləyirəm. Вот что я делаю в субботу. 6-cı günü budur mən nə edirəm. Я завтракаю в 10 часов утра и смотрю телевизор. Səhər saat 10-da mən səhər yeməyi yeyirəm və televizor izləyirəm. В 12 часов дня я гуляю в городе и обедаю в ресторане. Günorta saat 12-də mən şəhərdə gəzirəm və restoranda nahar yeməyi yeyirəm. Я люблю обедать в ресторане Москва. Mən Moskva restoranında nahar etməyi sevirəm. Это дорогой, но очень хороший ресторан. Bu bahalı, amma çox yaxşı restorandır. Сейчас уже вечер. İndi artıq axşamdır. В 8 часов вечера я ужинаю дома. Axşam saat 8-də mən evdə şam yeməyi yeyirəm. Сейчас в Москве зима. İndi Moskvada qışdır. Какая холодная погода. Necə də soyuq havadır. Но дома хорошо. Amma evdə yaxşıdır. Я делаю горячий чай и смотрю телевизор. Mən isti çay hazırlayıram və televizoru izləyirəm. Tuk-tuk. Кто это? Bu kimdir? Думаю я. Mən düşünürəm. Это мои друзья. Bu mənim dostlarımdır. Давай смотреть фильм, говорят они. Gəl film izləyək, onlar deyirlər. Давайте, говорю я. Gəlin, deyirəm mən. Завтра воскресенье. Sabah bazar günüdür. А в воскресенье я тоже могу спать и ничего не делать. Bazar günü isə mən yenə də yata bilərəm və heç nə etmərəm. Вопросы к тексту. Mətnə aid suallar. Ответьте на вопросы по содержанию текста. Mətnə əsasən suallara cavab verin. Birinci sual. Что Сергей любит делать в субботу? Şənbə günü Sergey nə etməyi sevir? Он любит спать. O yatmağı sevir. İkinci sual. Когда он работает? O nə vaxt işləyir? Burada yazılıbdır da birinci gündən 5-ci günə kimi o işləyir. Во сколько Sergey завтракает? Sergey səhər saat 10-da завтрак eləyirdi. Где Sergey обедает в субботу? Şənbə günü harda nahar yeməyini yeyir? Restoranda. Это дешевый restoran. Bu ucuz restorandır. Xeyr, bahalı, amma yaxşı restorandır. Во сколько он ужинает? O saat neçədə şam yeməyi yeyir? И что он делает дома? O evdə nə edir? Что хотят делать его друзья? Onun dostları nə etmək istəyirlər? Mətnin içərisində bütün suallarımızın cavabı var. Onları artıq sərbəst olaraq oxuyub yazarıq.